Keçmişdə bacadan torba atardılar, fala baxardılar. Uşaqlıqda təzə geyimlərimizi geyinib qapı pusardıq, papaq atardıq. Novruzun gəlişinə sevincimiz 1-5 artardı. Novruz indi daha yaxşı qeyd edilir, yoxsa əvvəllər? Elə Bakı sakinlərinə də bu sualdan üst tutacağıq. Məncə əvvəl daha qəşəng qeyd edir. Çünki əvvəl daha çox maraqlı idi. Tonqalın ətrafında hər kəs yığılırdı. Əyləncə mərkəzi falan olurdu. Nə bilim, papaq atmaq olurdu, qulaq busmaq olurdu. İndikilər kimi tonqal qalırsa, heç görürsünüz ki, ətrafda tam adamlar yığışırlar. Hamı içəri girir. Yəni əvvələ baxanda, yəni indi Novruz bayramı olmaq qeyd edilir. Novruz bayramını mən 67-ci ildən izləyirəm. Daha o vaxt Şəfi Qurbanov rəhmətli Bəmricidən vaxtından Novruz bayramı. İlbəil daha da ondan da yaxşı qeyd olunur. Cavan nəsil o bəzi şeylər çoxlayır. Amma cavan nəsillərdə biz yaşlılar başa salmalıyıq ki, bu bizim milli adət-ənənəmizdir. İndi hər yerdə bəzəklər, bayram hazırlıqları gedir. Ona görə adama xoş təsir eləyir. Ona görə mənə indi yaxşıdır, əvvəlki illərə baxanda. Əlbəttə ki, əvvəllər yaxşı idi. Ona görə ki, yumurta döşdürmək var idi. Papaq atmaq var idi. Tonqalda indi yoxdur demək olar heç biri. Şifahi başa salmaqla mümkündür. Əsas onu əyani görsünlər uşaqlar. Mən uşaq vaxtı valla bir dənə zadım məftilin başına şar zat keçə bağlaydıq. Nöytə batırıb atırdıq göyə. Bu da bizim fişəngimiz idi. İndi o qədər şeylər çıxıbdı ki, indi fişəng satıb o şeylər dalda qaldı. Cavanlar indi Avropa ilə yaxlaşmaq istəyir. Ona görə ola bilər bəzi adətlər unudula bilər. O da cüzi miqdarda. Qabaq yaxşı keçirilirdi. Belə fikir indi millətdə pul yoxdurmu, yoxsa varmı, nə bəlansa qabaqki kimi şur keçirilir. İndi var Novruz gəlir, heç bilinmir Novruz gəlir, gəlir. İnsanda gərək belə bir həvəs ola. Qabaqlar çox gözəl keçirirdik. Nəysə belə insanlara baxsan qəmgindir. Belə dilxordur. Mən də sual verirəm müəyyən insanlara. Deyirəm bayramdır. Oturun, durun, deyin, gülün, torpaqlar alınır, Qarabağ azaddır. Ona görə ürəyimiz açıqdır. Elə bizə hər gün bayramdır. Əvvəl adət-ənənələr daha çox olurdu, daha çox papaq atırdılar. Yadımdadır qohumlarla yığışıb axır çərşənbədə fala baxırdıq, belə şeylər olurdu. Amma indi daha çox hamı işlə məşğuldur deyə şəkərbura paxlava bişirməyə belə vaxt qalmır. Amma düşünürəm ki, bayram əhval-ruhiyyəsini biz özümüz yaratmalıyıq. Ona görə keçən illərə baxıb ora baxıb biz özümüz də adət-ənənələrə əməl etməliyik. Əhval-ruhiyyəni özümüz yaratmalıyıq. Yəqin əvvəl daha çox bayram ab-havası hiss olunurdu, amma indi yəqin ki, müasir inkişaf, daha çox belə milli adət-ənənələrdən uzaqlaşma falan bir qədər daha zəif hiss olunur. Məsələn, mənim əvvəl yadımdadır ki, mənim çox elə də yaşım yoxdur, amma yadımdadır ki, mən uşaq olanda əvvəl qonşularla yığışırdıq tonqal başına. Bir yerdə qonaq gedirdik, qonaq gəlirdik. Daha çox papaq atılırdı bizə. Bu il məsələsinin ya 1 ya 2 atırlar atılmaz. Bu bayram öz gəlişi ilə ürəklərə istilik, bahar ovqatı gətirir. Novruz hər bir Azərbaycanlının qəlbən sevindiyi bayramdır. Müstəqil və bütöv Azərbaycanın ən gözəl bayramıdır. Novruz bayramınız mübarək.